Salam, xoş gördük yenə məcnunlarımızda. Çox maraqlı məlumatlar diqqətinizə çatdırmaq istəyirəm. Deməli, iyulun 1-dən, yəni artıq 5 gündən sonra qüvvəyə minəcək qohum evliliklərinin qadağan olması məsələsi. Artıq iyulun 1-dən sonra qohum evlilikləri tamamilə qadağan olunacaq. Söhbət nədən gedir? Ailə Məcəlləsinə edilən düzəlişlərə əsasən bioloji əlaqəsi olan dayı və bacı qızı, əmi və qardaş qızı, xala və qardaş oğlu, eləcə də ümumi baba və nənəsi olan qohumlar arasında nikahlar qadağan ediləcək. Eyni zamanda bu nikahdan kənar olan ailələr üçün isə qəşəng cərimələr var. Qanunvericilik nə tələb eləyir, onlara da bir baxaq. Deməli, İnzibati Xətalar Məcəlləsinin 189.3-cü maddəsi ilə belə ailə quran şəxslər haqqında dövlət məlumat aldığı halda o kəbinkəsməni həyata keçirən din xadimi 1000 manat cərimə olunacaq. Əgər o 1 il ərzində bunu 2 dəfə həyata keçiribsə 2000 manat cərimə olunacaq. Eyni zamanda qohumlar arasında evlilikdən uşaq dünyaya gəldikdə və ya dünyaya gəlmə ərəfəsində xəstəxanaya getdikdə ilkin sənədlə dövlət kontaktı yarandığı andan etibarən həm kəbin kəsmə ilə bağlı, həm də din xadimi, eyni zamanda sövdələşməyə daxil olan valideynlər cərimələnəcəklər. Qohumlar arasında evlilik varsa, demək sövdələşmə var. Hətta oğlanla qız arasındakı yaş fərqi 5-dən çoxdursa, oğlan da cərimələnəcək. Bundan başqa bütün rayon icra hakimiyyətlərinə məktub ünvanlanıb. Hər rayon icra hakimiyyəti öz ərazisindəki şadlıq sarayları, mərasim evləri kimi fəaliyyət göstərən müəssisələrə həmin ərazi inzibati nümayəndələri vasitəsilə məlumat verəcək. Məlumatlandırıcı bukletlər paylanacaq. Mərasimin keçirilməsi ilə bağlı həmin müəssisələr 189-cu maddənin 2-ci bəndinə əsasən 13.000 manata cərimə oluna bilərlər. İlkin mərhələdə həmin müəssisələr 6-9 min manata qədər, ikinci mərhələdə isə 13.000 manata qədər cərimələnəcəklər. Yəni burada şadlıq evinin tutumu nəzərə alınmayacaq. Eyni zamanda digər cərimə növləri də tətbiq olunur ki, onlar da həm valideynləri, həm də digər qurumları, restoranlar, şadlıq sarayları, mərasim evləri, yəni hər birini əhatə edir. Yəni qohum evlilikləri qadağandır, bunu etmək olmaz. Bu qədər. Kanala abunə olmağı unutmayın. Sağ olun.